Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Emin. Seyyidina ve Mevlana ve Tabibi Kulubina ve Şefii Zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين صدق الله العلي العظيم أوصيكم يا عباد الله نفسي بتقوى الله sizi ve özümü İlahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizlin və aşkar Allahdan qorxub təqvaya riayət edən kəslərdən qərar versin inşallah. Bugünkü mövzumuz Rum surəsinin 54-cü ayəsinin haqqında olacaq. İnsanın yaşa dolması, insanın yaşlanması və yaşlı nəslin İslamda dəyəri və onlara hörmət olunmağın barəsində. Allah Teala bu ayədə qeyd edir ki, Əuzu billahi minəşşeytanirracim. Allahullezî xalaqakum min zə'fin. O Allahdır ki, sizi ilk başlanğıcda zəif olaraq yaratdı. Sümmə cəalə min ba'di zəfin quvvə. Daha sonra o zəifliyin ardınca sizə bir qüvvət verdi, qüdrət verdi, gənclik verdi. Sümmə cəalə min bə'di quvvətin zə'fa. Və yenidən o qüdrətin, o gəncliyin çılğın vaxtlarından sonra yenidən bir zəiflik verdi və şeybətən və qocalıq verir. Yaxluqu ma yəşa və huvəl alimul qadir. Allah xəlq etməkdə alimdir və hər şeyə qadirdir. İnsanın həyatına işarə eləyir bu ayə. Bildirir, insan bir zaman zəif idi, bir zaman aciz idi. Həyatı qısa analiz eləyir bu ayə biz üçün. İnsan bəzən yaşayır, özünün müəyyən imkan və şəraitlərini görür, sanki biraz qürurlanır və keçmişini unuda bilir. Allah insana xatırladır, sən zəif idin, aciz idin, himayəyə möhtac idin. Bir zaman heç nəyi tanımırdın. Bir zaman öz istəklərini belə dilə gətirə bilmirdin ki, insanın körpəliyi, insanın zəif halı. İnsan öz ehtiyaclarını ödəməkdə digərlərindən yardım alır, xüsusən valideynindən, anasından, yaxınlarından yardım alır. Heç bir şey tanımır, hətta valideynlərin belə tanımır. Ona qayğı göstərən, ona qulluq edən, ona himayə edən valideynlərin belə tanımır. Amma onlardan şəfqət görür, mehribanlıq görür. Bütün işlərində onlara möhtacdır, onlar ona qulluq eləyir. Deyir, biz sizi bu biçimdə zəif yaratdıq. Bir zaman zəif idiniz. Sümmə cəalə min bə'di zə'fin quvvətən. Daha sonra bu zəifliyin ardınca sizə bir qüvvət verdik. Yavaş-yavaş yetkinləşdin, ağlın, dərrakın, şuurun inkişaf elədi, gücün artdı, istəklərini dilə gətirə bildin, özünü müdafiə eləməyi bacardın ki, insan gəlir o qüdrətin, o qüvvətin bir dönəminə yetişir ki, o qüdrət, o qüvvət insan üçün heç vaxt əvəz edilməz. Gənclik çağları insanın həm düşüncə, həm ruhi, həm də cismi cəhətdən ən güclü vaxtlarıdır insan. İnsan bu qüdrətə yiyələndikdə Allah deyir ki, elə düşünməklə ki, sən elə bu cür qalacaqsan, bu sabit olacaq. Necə o zəiflik getdi aradan, qüdrətə çatdın, eyni ilə bu qüdrət də aradan gedəcək. Və zaman keçəcək, sənə verilənlərin hamısını bir-bir yenə səndən alacaq. Yavaş-yavaş gözlərin zəifləyəcək, deyəcəksən uzağı yaxşı görmürəm.
qulağının eşitmə qabiliyyəti zəifləyəcək, deyəcəksən, biraz yaxın gəl, elə bil, biraz bəkdən danış, eşitmirəm. Və bu minvalla, bu həyatımızın praktiki bir hissəsidir, hamı bunu bilir. Bugünün gənci sabahın yaşlısıdır. Bugünün körpəsi sabahın qüdrətə çatacaq bir şəxsidir. Bəs bütün bunların hamısı Allah deyir ki, Allahullezî xalaqakum. Bunları, bu işləri görən Allahdır. Allahdır bu dəyişkənliyi insanın vücudunda yaradan. Nə o əvvəldəki zəiflik, nə zəiflikdən sonraki qüdrət, nə də qüdrətdən sonraki zəifliyin hamısının əsas səbəbkarı insan özüdür. Qüdrətin, ixtiyarımız, hər şeyimizin ixtiyarı Allahın əlindədir. Allahın əlində olur varıq. Allah muhavviləl haldır, halları dəyişəndir. Allah Teala xilqəti dəyişəndir, insanı haldan hala salandır. Əli əleyhissalamın bir nəfər soruşdu ki, ya Əli, Allahı necə tanıdın, necə tapdın? Həzrət bildirdi ona ki, ərəftullaha bi fəsxil əzaim. Məqsədimdə qətiyyətli olduğum şeylərin dəyişkənliyi ilə. Fəsxil əzaim, yəni qərarlarımın pozulması ilə. Mən başqa şey istəyirdim, ciddi idim də və səy təlaş da eləyirdim, amma gördüm ki, o nəticə olmadı, başqa şeylə rastlaşdım. Ondan bildim Allah var. Yəni bu sözü Əli əleyhissalam tam aşkar surətdə Allah barəsində zənnə, şəkkə, gümana qatılanlara deyir. Deyir, bir fəsxil əzaim, Allahı tanıdım qərarlarımın pozulmasında. Və həllil uqud, Allahı tanıdım düşüncə və fikirlərimdə düyünlərin açılmasında. Nə çox işlər olub ki, biz üzmüşük ümidimizi, əlimizi çəkmişik, amma o işlər sonradan görmüşük ki, əmələ gəlib. Vaxtında fikirləşmişik ki, bu iş ola bilərdi, öz-özümüzdə demişik ki, yox, olsa da möcüzə ola bilərdi. Amma o şeylər baş verir. Həllil uqudu, işlərin düyünün açmaqda Allahı tapmışam. Qərarlarımın dəyişkən, qərarlarımın əksini mən üçün Allah eləyib, orada Allahı görmüşəm. Və nəqsil himəm və himmətimi, gücümü nəyə səhv etmişəm, onun əksində, nəqzində Allahı tapmışam. Nakam qalmışam istəklərimdə. Bax, Allah bu cür eləyir insan üçün. İnsan bir zaman zəifdir, qüdrətlənir. Bəs insan qüdrətləndiyi vaxt gərək azmasın, çaşmasın. Bax, yetkinlik yaşına çatan gənclər, cavanlıq dövrünü yaşayan insanlar adətən bu məsələyə diqqət düzdür. O yaşda da hər adam söz eşitmir, hər adam söz qəbul etmir, amma Allah insana bir nəsihət eləyir. Deyir ki, keçəcək, gedəcək, bu gözəlliyinlə qalmayacaq. O sima gözəlliyi ilə fəxr eləyən başa düşsün ki, bir zaman keçib gedəcək. Natiqliyi ilə öyünən fəxr eləsin ki, bir gün dili topuq çalacaq. Hətta öz istəyim belə deyəməyəcək. Nə çox eybə san görmürsünüz, xəstə. Su istəyib, onu deyə bilməyib. İşarə eləyib ki, dodağıma su gətirin, isladın, dodağım quruyub. Bax, insan bu cür nə zəif bir məxluqdur və sonradan bu qüvvət, bu qüdrət yaşlılıqla, qocalıqla əvəz olunur. Sanki qocalığı da Allah uşaqlığa bənzədir. Deyir, zəif idi, qüdrətə gələcək və biz sonradan yenidən onu yenə zəif çağlarına qayıt. Yenə olacaq, yaşlı insanlara deyilər ki, körpə kimidir. Yenə öz istəklərində himayəyə möhtacdır. Öz istəklərində, öz ehtiyacları üçün kimlərdənsə kömək istəyəcək. وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ فَلَا يَعْقِلُونَ Deyir, kimə uzun ömür bəxş eləmişik, onu xilqətinin əvvəlinə qaytarmışıq. Kimə uzun ömür vermişik, onu biz xilqətinin əvvəlinə qaytarmışıq. Yəni, yaşı çoxaldıqca, ahıllığı artdıqca müdrikləşir, amma fiziki baxımından neynir? Uşaqlaşır. Görsən, yaşlı insandır, deyir ki, uşaq kimidir, qəlbi tez qırılır, hər şeydən inciyir, küsür. Ümumiyyətlə, baxıma, diqqətə möhtacdır. Bax, din yaşlılara, ahıllara diqqət eləməyi bizə tövsiyə edir. Dinimizdə qərb mədəniyyətinin əksidir. Qərb yaşlını evdə artıq hesab eləyir, gəncə maniyə hesab eləyir, ailənin inkişafına maniyə hesab eləyir qərb mədəniyyəti. Onun üçün
yaşlılar üçün müəyyən sığınacaqlara getməsini tövsiyə eləyir ki, bu artıq o evdə yer tapa bilməz. O evdə gənc varsa, uşaq varsa, onun azadlığı üçün gərək yaşlı getsin, qocalar evində qalsın. Din deyir ki, xeyr, belə deyir. Əl-bərəkətu mə əkabirikum. Bərəkət qocalarlandır, yaşlılarlandır. Din deyir, bərəkətdir bunların evdə olması. Əş-şeyxu fi əhlihi kən-nəbiyyi fi ümmətihi. Görün nə gözəl bənzətmədir, Peyğəmbərimizin hədisidir. Buyurur ki, bir evdə, bir ailədə qoca ümmətin içində Peyğəmbərə bənzəyir. Bir ümmətdə Peyğəmbər nə qədər bərəkətlidir, nə qədər önəmlidir, nə qədər faydalıdırsa bir ümmət üçün. Hər bir evdə bir ağsaqqal ya ağbirçək o ev üçün bərəkətdir, əmin-amanlıqdır. Həm rəhmətdir, həm təcrübədir. Çox şeylər var bu yaşlılarla münasibətdə. Bəs din bizə tövsiyə edir ki, bunlarla mehriban olun. Hədisdə var, Peyğəmbərə hörmətdir, ağsaqqala hörmət. Ayrı bir hədis deyir ki, Allaha ikram və təclildir, ağsaqqala hörmət. Bir nəfər ağsaqqala hörmət eləsə, sanki Allaha hörmət qoymuş olur. Mən ləm yərhəm səğirənə və yuvaqqir kəbirənə fəleysə minnə. Əleyhissalam buyurur ki, bizdən deyil, böyüklərinə hörmət etməyib, kiçiklərinə mərhəmət göstərməyən. Bəs dinin gözəl ədəb qanunlarından biri də böyüyə hörmət eləmək və kiçiklərlə mərhəmətlə davranmaq. Xüsusilə valideynlərimiz barəsində Allah bizə bunu tövsiyə eləyir. İsra surəsi 23-24 deyir, əgər onlar ayəni oxumuram ərəbcəsində. Onlar hər ikisi qocalsalar, ya onlardan ikisindən biri yaşlılaşsalar və sənin yanında qalsalar, və la təqulləhuma uffin. Onlara uff belə demə. Səni incitsələr də belə, səni əziyyət eləsələr də belə uff belə demə. Və qulləhuma qovlən kərima. Onlara gözəl sözlərdə, dünyada ən əziz sözləri onlara denən. İnsan bəzən evində məsələn bir yaşlı olanda, bir xəstə olanda görürsən, düşünür ki, niyə belə oldu? Yəni bu xəstə olmayaydı, bu yaşlı olmayaydı. Xeyr, Allahın bir lütfidir, rəhmətidir. Bir nəfər Peyğəmbərə dedi ki, anam xəstədir, ona qulluq edirəm, ona görə məscidə gələ bilmirəm, ibadətə çox az vaxt ayırıram. Təbii də adam xəstəsi olanda işə də vaxt az ayırır, elə fikri qalır evdə, gözü qulağı qalır evdə. Deyir, Həzrət buyurdu ki, o sənin cənnətindir artıq. O sənin behiştindir artıq ki, sənin sorağına gəlib. Biz hadisələrə baxışımız fərqlidir. Biz bəzən bədbin oluruq o halda, amma orada bir gözəl rəhmət yatır. Əgər qazana bilsə, o çərçivədən çıxmasa, həddi aşmasa, səbrin cilovlaya bilsə, Allaha xatir onunla gözəl davrana bilsə, cənnətin satın alacaq xoş halına. Bir nəfər Məsih idi, İslamı qəbul elədi Zəkəriyyə adında. Həmən ili, ya bu birisi ili həccə gəldi deyir. Həccə gəldi Allah evini ziyarətə. Oradan İmam Sadiq əleyhissalamın görüşünə getdi. İmam Sadiq əleyhissalamla görüşdü, ondan bir neçə məsələdə sual soruşdu. Deyir, suallarından biri də buydu. Dedi ki, atam-anam elə öz dinində qalıb nəsranidirlər. Mən onlarla neyniyim, vəzifəm nədir? Deyir, Həzrət dedi ki, onlar donuz əti yeyir. Dedi, yox, onu yemirlər. Sonra bir neçə sual da deyir, soruşdu və sonra Həzrət deyir, ona dedi ki, onlarla çox gözəl şəkildə rəftar elə. Onlara vaxt ayır. Hətta eləyə bilsən, əlinlə onlara yemək yedizdir. Onlara zaman ayır, onların ehtiyaclarını ödə. Deyir, bu İmam Sadiq tövsiyə edir buna. Dedi, əgər dünyadan getsə, heç getsə imkan vermə, özün dəfn elə, özün dəfin, kəfin işində məşğul ol, özün qüsulunda məşğul ol, özün iştirak elə. Deyir, qayıtdı, gəldi, deyir, bir müddət anasıdır, yaşadı, anası ilə çox gözəldir davranırdı bu. Çox gözəl davranırdı, paltarını dəyişirdi, yeməyin verirdi, üstün başını təmizləyirdi, nəvaziş qayğı göstərirdi. Deyir, anası soruşdu, dedi ki, oğul, sən qabaq nəsrani idin,
Heç bu dində olduğum vaxtda mənlə belə maraqlanmırdın, mənə belə diqqət göstərmirdin. Nə səbəb oldu sən İslam'a gələndən sonra? Dedi, ana, Peyğəmbərin nəvəsindən eşitmişəm, Peyğəmbərin evladından eşitmişəm ki, mən səndən bu cür rəftar eləyim. Dedi, o Peyğəmbərdir o da. Dedim, yox, Peyğəmbər bir dəfə axır zaman Peyğəmbəridir, ondan sonra Peyğəmbər olmayacaq. Onun nəvəsidir. Dedi, oğul, hər nə qədərsə nəvəsi olsa da, o sözlər ki, o sənə deyib, o Peyğəmbərlərin sifarişidir. Yəni, onu Peyğəmbər sifariş eləyər başqasına, o tövsiyəni, o ədəbi, o əxlaqı. Sonra dedi ki, gözəl dinə üz tutmusan, məni də tanış elə və məni də kəlmə şəhadət öyrət və mən də o dini qəbul eləyim. Deyir, kəlmə şəhadət dedi, İslamı qəbul elədi və o halda da dünyasını dəyişdi. Yaşlılıq üçün, amma baza, depo gənclikdir. Bunu yaddan çıxarmayaq. İnsan ağıllı, düzgün bir cavanlıq keçirtsə, yaşlılığı vüqarlı olacaq. Yaşlılığı zəngin olacaq. Amma yox, bihudə işlər də keçirtsə, düzdür, din hörməti saxlamağı mütləq surətdə icazə verir. Görsən, nəsrani də belə olsa deyir hörməsi. Amma insan istəsə sabah yaşlılaşanda nüfus sahibi olsun, söz sahibi olsun və tək cəmiyyətdə yox, elə Allahın yanında da əzəmətli olsun, onun üçün gedək gəncliyini qorusun. Gənclikdə Allaha ibadət edən kəsin yaşlılığı çox vüqarlıdır, çox əzəmətlidir. Ona görə Peyğəmbər buyurur ki, yaşlılıqda verilən vüqar, ağırlıq, sambal, gəncliyin ləzzətindən mən üçün şirindir. Gənclikdə nə qədər ləzzətlər var, onların hamısı qoy bir yana, Peyğəmbər buyurur. Yaxşılığın, ahıllığın vüqarı ondan şirindir. Ona görə din də dəyər verir. Əgər bir mömin yaşlansa, onsuz da naçarda hamımız yaşlanacaq. İndi arada düşünürük ki, yaşlananda onsuz da bu ibadətləri eləyə bilməyəcək. Vacibi namazları bir təhər qılacaq, üstuldan tutacaq, bəlkə oturan halda qılacaq, bilmirik. İndi rahat otururuq, dururuq. Adam biraz məyuslaşır ki, o güc-qüdrətim gedəcək, amma gözüm qalırdı o ibadətlərdə. Mən də istəyərdim, məsələ, Qədr gecəsi 100 rükət namaz qılım. Amma yaşlılaşanda onu qıla bilməyəcəm. Peyğəmbər buyurur ki, əgər bir mömin yaşlılaşsa, qocalsa, mömin halda qocalsa, Allah deyib mələyə əmr eləyəcək hər gün, o kəs dünyadan köçənə qədər, əmr eləyəcək ki, cavanlıqda elədiyi ibadətin savabını yaz buna. Məsələn, namaz qılacaq, günorta namazı. Daha o yaşlı vaxtının ibadətin yox, yazacaqlar cavan vaxtı qıldığı zöhrün savabını. Allahın lütfüdür. Bir mömin xəstələnsə, bu da var hədisdə, bir mömindir xəstələnib. Təbii ki, xəstələnəndə də ibadətləri də biraz axsıyır, vacibatı ilə çalışır, qılır, belə halsız. Deyir, mömin olsa, xəstələnsə, Allah deyir, xəstə halda qıldığı namazlara mələyə əmr eləyər ki, sağlam vaxtda qıldığı namazın savabını yaz. Bu mənim mömin bəndəmdir. Əgər sağlam olsaydı, yenə o halda qılardı. Yaşlı isə də deyəcək, bu mənim mömin bəndəmdir. Əgər gənc olsaydı, yenə də günahdan çəkinəcəkdi, yenə harama baxmayacaqdı, yenə yalan danışmayacaqdı, yenə o şadlıqla, o ləzzətlə, o təravətlə ibadət eləyəcəkdi. Bəs din böyük nəslə, yaşlı nəslə münasibətdə, xüsusilə valideynlərimizə və vəssaynəl insana bi valideyhi, biz deyir, insanı tövsiyə elədik valideynləri barəsində. Həmələthu ummuhu vəhnən ələ vəhnin və fisaluhu fi ameyn. Anası deyir, onu çox çətinliklə və məşəqqətlə bətnində gəzdirir. İnsana bunları xatırladır Allah. İnsanın kimliyin, insanın necə birdən-birə gəlib bu yaşa dolduğunu insana xatırladır. Deyir, tövsiyə edirəm, vəsiyyət eləyir Allah insana valideynlərin. Ən əşqurli və li valideykə iləyyəl məsir. Allaha təşəkkür elə, valideynlərə təşəkkür elə, dönüş mənədir. Allah buyurur ki, dönüş mənədir. Quran valideynlə keçinməyi, xüsusilə onların yaşlı vaxtında onlarla gözəl keçinməyi bir etik olaraq bizə çatdırır. Mümkün insan bir zaman, ümumiyyətlə gənclikdə bu düşüncə formalaşır ki, özünü düz bilir.
özünü haqlı bilir. Yaşlı nəsli, ağsaqqalları, valideynlərin xüsusilə biraz köhnə fikirli hesab eləyir. Mümkündür də onlar səhv bir söz desin. Din bizə icazə vermir ki, onlarla mübahisə eləyək. İmam Səccan əleyhissalam birinə vəsiyyət edirdi, dedi ki, heç vaxt yaşca səndən böyük olana, alimə elminə görə hörmət elə, ağsaqqala yaşına görə hörmət elə. Birdən mübahisə düşsə, fikir ayrılığı formalaşsa, orada onlarla höccət eləmə. Onun yaşına hörmət elə. İndi bu xüsusiyyəti inşallah tövsiyə edirəm gənclərimizə, cavanlarımıza, xüsusilə valideynlə. Görsən, evlad namaz qılır, ata-ana namaz qılmır, ata-ana ilə biraz kobud rəftar eləyir. Səbəbi də bunu deyir ki, mən namaz qılıram. Onlar cahildirlər, bilmirlər, ittiham eləyir onları. Hər nə olsalar, dindir ki, günahkar da olsalar, şərab içən də olsa ata, günah eləyən də olsa, yenə də ona nə eləməlisən? İtaət eləməlisən. Amma bir yerdə icazə verir, fəla tuti'huma, o da o yerdədir ki, və in cahədəkə ələ ən tuşrikə bi ma leysə ləkə bihi ilm, fəla tuti'huma. Əgər onlar mənə şərik qoşmağa qərar versələr, səni başqa Allaha, başqa Tanrıya, başqa məbuda tərəf çəksələr, səni ibadətdən yayındırsalar, fəla tutihuma, onlara itaət eləmə. Və sahibhuma fid dünya mərufən. Gör, nə gözəl izah eləyir. İtaət ayrı şeydir, rəftar ayrı şeydir. Deyir, onlara itaət etmə, yəni onların dediyin etmə. Və sahibhuma fid dünya mərufən. Amma onlarla dünyada gözəl keçin. Ədəb baxımından onlarla mehriban ol. Dünyada onlarla yaxşı davran. Xəstələndi, həkimə apar. 100 dəfə də səni çağırsa, can denən. Nə olsun, şərab içir. Namaz qılmır, şərab içir, başqa iş görür, günahkardır, fasiqdir, fərq eləmir. Dindir ki, onlarla gözəl keçin. Səni günaha dəvət eləyəndə onlara itaət eləmə. Səndən gündəlik məişətlə bağlı hər nə istəsələr, uf belə deyənməzsən. Kim uf desə, elədiyi bütün yaşlılıqları məhv eləyir Allah. Çox xətərlidir. Ona görə Peyğəmbərdən soruşurlar, ata-anamız nədir? Dedi ki, cənnət və cəhənnəmi verdi. Öyle dedi, Allahın qırmızı xəttidir. Bir bağlaca özü yaxşı aparmasın. Çaşdırsın özü, Allah eləməsin. Biraz tünd olsun, biraz onların səsindən yüksək danışsın, bütün namazı, orucu, hamısını təhlükə atacaqsın. Sahib huma fid dünya mərufən. Onlarla gözəl biçimdə keçin, onlarla xoş davran. Vattəbi səbilə mən ənabə ilək. Mənə tərəf yönələn kəslərin yolunu tut. İtaətdə mənə tərəf gələn kəslərin yolunu tut. Amma davranış cəhətindən, tabiçilikdə mənə tərəf ol, amma hörmət saxlamaqda onların hörmətin həmişə saxla. Sümmə iləyyə mərciukum. Həm atanın, həm ananın, həm sənin, həm bütün dünyada gördüklərimin qayıdışı Allahdır ki, əlbəttə ki, mənədir. Fəunəbbiukum bima kuntum təmalun. Və sonda hər kisə qiyamət günü etdiyi əməlləri bir-bir göstərəcəyəm. Allah'ın verirəm Peyğəmbər əhl-i beytinə, Allah Teala valideynlərimizlə gözəl keçinməyi, böyüklərimizlə, ağsaqqallarımızla, ədəblə keçinməyi, rəftar etməyi bizlərə nəsib eləsin inşallah. Bismillahirrahmanirrahim. Və l-əsri innəl insana ləfi xusr illəl-ləzina amanu və amilussalihat və təvasav bil-haqqi və təvasav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve Tabibi Kulubina ve Şefi'i Zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve sellem ve ala aliyin emiril muminin aleyhisselam ve ala Fatimetez Zehra seyyidetiniz sâli alemin ve ala'l Hasan vel Hüseyin ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali
والحجة المنتظر المهدي Usikum və nəfsi bi təqvallah ya ibadallah. Özümü və sizi ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri Allahdan qorxub təqvaya riayət edən kəslərdən qərar versin inşallah. Valideynindən danışdıq. Məsciddə bizim dostlarımızdan, əziz qardaşlarımızdan, cümə əhlindən bir əziz qardaşımızın anası dünyasını dəyişib. Allah ananı rəhmət eləsin. Namaz üstündə dünyadan keçib, Allah Peyğəmbər əhl-i beytinə şəfaətini ona nəsib eləsin inşallah. Ədəb və danışıq barəsində istəyirəm bir iki kəlmə deyim, ondan sonra namazı qılaq. Biz İslam dininin bizə tövsiyələrində bizim cəmiyyətin içərisində ictimai ədəb və rəftarlara, bir sıra ədəb və rəftarlara diqqət yetirməmiz lazımdır və o göstərişlərdən biri Quran-ı Kərimdə Loğman surəsində Həzrəti Loğmanın oğluna nəsihətlərində yer alır. Onlardan biri də bu idi. Vəğzuz min savtik, öz səsivi qıs, ucadan danışma. Ucadan danışmaq hər zaman haqlı olmaq mənasını çatdırmır. Yəni, insan bəkdən danışanda kontroldan çıxarda bilir. Çox bək danışan adam çox səhv eləyə bilir, çox xəta eləyə bilir. Peşman olacaq sözlər deyə bilir. Quran insanın danışığı ilə bağlı neçə dənə ayə deyib, birin bayaq oxudum valideynlə bağlı. Quran deyir ki, əsaslı danış, qulu qovlən sədida, möhkəm danış. Yəni, möhkəm danış, qışqıra-qışqıra danış, yox. Məntiqli danış, istidlali danış, sözün söykənəcəyi olsun. Ona görə insan diqqət yetirməlidir. Səhərdən axşama qədər danışığımıza diqqət yetirir. Çünki əksəriyyəti qiyamət günü çətinliyə salacaq dilidir. Dilin üstündə cəhənnəmə gedən çox olacaq. Qulu qovlən sədida. Möhkəm danışın, tutarlı danışın, əsaslı danışın, sübuti fikirlərlə danışın, fərziyyə ilə danışmayın, eşitdiklərinizi danışmayın. Bir gün səhərdən axşama qədər eşitdiyini danışma. Gör, axşama qədər nə danışacaqsan? Heç nə danışmayacaqsan. 1, 2 dənə, 3 dənə oxuduğun, bildiyin, əmin olduğun cümlələri işlədəcəksən. Axşama qədər dilimizdə deyirlər, dedi, görüblər, xəbər veriblər, yazdılar, baxıblar. Cəmaatın nəqli qol eləyirik biz danışırıq. Bilirəm, görmüşəm, yəqinim var, oxumuşam, məlumatım var, əminəm. Bu cümlələrdən nə qədər adam istifadə eləyir? Çox az adam. Çox az adam ki, əminəm bu sözü desin. Eşitmişəm, deyirlər, filan keçsin də deyirlər. Bax, bu sözlər səbəb olacaqsa və əzab çəkəcəyik. Dünyada da abrımız gedəcək, ahirətdə də abrımız gedəcək. Ahirətdə rüsvay olacaq. Çağıracaqlar o barəsində danışdığımız adamı da və bütün ümmət də dayanıb bizə tamaşa eləyəcək. Peyğəmbər bizə tamaşa eləyəcək. Bax, deyirdim, bu belə deyirdi, bu belə deyirdi. Bu yetim bu sözü deməyib. Niyə girmirsən bunun haqqına? Filan kəs haqqı istə bundan. Nə verəcəyik? Nəyimiz var? Qıldığımız ibadətimiz, itaətimiz ümid eləmirik, mən öz adıma deyirəm ki, bu namaz mənim üçün bir qalxan olsun, bir sipər olsun, bir tutacaq olsun ki, qiyamətdə yıxılmayım, büdürəməyim, bundan tutum. Qulu qovlən sədida, möhkəm və əsaslı danışın. Fəqula ləhu qovlən ləyyina, nəsihət edərkən yumşaq tərzdə eləyin, sərt sözlərdən istifadə eləməyin. Quran deyir, nəsihət edirsən, gözəl şəkildə elə. Sındırma, əzmə. Adam biri bir səhv iş görəndə nəsihət eləyər, amma onun abrını aparmaz. Onu rüsvay edəcək tərzdə onu anlamaz. Onu itirəcək. O insanı qazanmaq istəyirsənsə, onunla gerək yumuşaq tərzdə danışır. Və qul ləhumə qovlən kərimə, ata-ana ilə danışırsan, deyir onlara ali cənablıqla şəfqət və mehribancasına danış.
Atanı ilə danış. Qavlən kərimə, yəni ən əziz sözləri onlara denən. Və qulu linnasi husnən. İnsanlarla, toplumla danışırsan, deyir, gözəl danış. Yaxşı sözlərdən istifadə elə. Bir-birinizi gözəl sözlərlə çağırın. Bir-birinizə gözəl xitablar edin. Bütün bunlar əxlaq nümunələridir dində. Bir-birinizə gözəl sözlər deyin. Görsən biri o sözlə, o adla onu çağıranda xoşu gəlmir, o addan onu çağırma. Vəğzuz min savtikə deyir ki, səsi az, qız, yəni qışqırma, bəkdən danışma. Sonra bir dənə misal çəkir. Deyir, İnnə ənkərəl əsvat lə savtul həmir. Nə pisdir dünyada? Ən pis səs, misal olaraq, uzun qulağın səsidir. Ucalıq baxımından, ən bək səs çıxmaq baxımından heyvanlar içində uzun qulağın səsidir. Deyir, İnnə ənkərəl əsvat. Səslərin ən pisi, ən məzəmmət olunmuşu. Ona görə məntiqli danış, yersiz danışma, danışanda qışqırma, lovğa-lovğa danışma ki, bunlar İslamda ədəb və etika baxımından tövsiyə olunan əməllərdir. Allah'ın verirəm Peyğəmbər əhl-i beytinə, Allah dünya və axirət bizi onların elmindən, məarifindən ayrı salmasın inşallah. Allah'ın verirəm Muhammed Ali Muhammed hörmətinə, bu cümə gününün hörmətinə, hacəti, istəci olan mömin bacı qardaşlarımızın, xüsusən bu cəmin hacət və istəklərin rəva eləsin inşallah. Allah'ın verirəm Peyğəmbər əhl-i beyti hörmətinə, xəstələrimizə, xüsusən yadımızda olan kəslərə, qazilərimizə şifayı acil mərhəmət eləsin. Qəriblikdə olanlarımızı, əskərlikdə, əsirlikdə olanlarımızı, əskər və zabitlərimizi düşmənin hər bir növ təxribatından hifz eləyib, sağ-salamət ailələrinə qovuştursun. Allah'ın verirəm Peyğəmbər əhl-i beyti hörmətinə, vətənimizin, torpağımızın azadlığı, bütövlüyü uğrunda verilən şəhidlərimizi, İslam şəhidləri, Kərbəla şəhidləri ilə məşhur eləsin. Allah'ın verirəm Peyğəmbər əhl-i beyti hörmətinə bizləri ağ valideyn bu dünyadan aparmasın. Halı həyatda olan, yaşayan ata-analarımızın, nənə-babalarımızın ömrünə bərəkət inayət eləsin. Allah'ın verirəm böyüklüyü xatirinə, dinin, mənəviyyatın yoxluğu ilə bizləri imtihan eləməsin. Allah'ın verirəm böyüklüyü əzəməti xatirinə, günahlarımıza, səhvlərimizə, xətalarımıza qələmi əfv çəksin. Allah'ın verirəm bu mübarək cümə gününün əzəməti hörmətinə, İmam zamanımızı bizlərdən razı eləsin. Ağamızın duaların halımıza şamil eləsin. Həzrətin gəlişində, zühurunda, günü-gündən təcil qərar versin. Bismillahirrahmanirrahim. Və lə'asri innəl insana ləfi xusr. İlləl-ləzina amanu və amilussalihat və təvasav bil-haqqi və təvasav bis-sabr. Esselamu aleykum və rahmetullah və bərakatuh.